Yaşayış binası yoxsa xəstəlik mənbəyi? Əraziyə yeni kanalizasiya xətti çəkilsə də çirkab suları binaların həyətinə axıdılır. Söhbət Gəncənin Dədə Qorqud küçəsində hökm sürən acınacaqlı vəziyyətdən gedir. Sakinləri təngə gətirən vəziyyətdən aidiyyatı qurumlar da xəbərdardır. Əməkdaşımız İlham Məmmədov sözü gedən ərazidən sujet hazırlayıb bərabər izləyək. Vəziyyətimiz budur. Bu yuxarıdan gələn kanalizasiyalardır, oradan gələn belə sistemlərdən. Bax, buradan vurur, bax. Deyirlər ki, çağırırıq, gəlirlər, sağ olsunlar, gəlirlər. Açırlar, o 5 gündən sonra, 10 gündən sonra bir dolur. Görün nə gündədir. Gəncə şəhər Dədə Qorqud küçəsində 5 mərtəbəli binada yaşayan sakinlər binanın zirzəmisini, eləcə də bloklar və həyətyanı sahələrin çirkab su ilə dolmasından şikayətçidir. Bir il əvvəl əraziyə kanalizasiya xətti çəkilsə də işlək vəziyyətdə olmayıb. Nəticədə isə bugün köhnə xəttlər dolub daşır. Dal tərəfdən də axır, bütün padvallara, zdanyamızın dalından arxadan da çəkiliş eləmişəm. Pis gündəyik, xəstəlik, bütün zdanyanı götürüb. Təzə linalar çəkilib, amma bizim bina nə vaxtıdır, bir ildən çoxdur qoşulub. Təzə liniya. Binanın arxa tərəfində lina var. Böyük linadır. Ana lina deyirlər, ana xətt deyirlər. O xəttdə pis vəziyyətdədir. Sakinlər bildirir ki, ətraf ərazilərdən və yaxınlıqdakı Şənlik sarayından belə axıdılan çirkab sular indi onların həyətinə tökülür ki, bu səbəbdən də ərazini kəskin üfunət qoxusu bürüyür. Problemlə bağlı Gəncə Su Kanal İdarəsinə dəfələrlə müraciət etsələr də baxan yoxdur. Çağırırıq, gəlirlər, açırlar, 10 dəqiqə durur, o 5 gündən sonra bir də. Köklü həlli yoxdur. İndi nə bilim, nə vaxta qalıb. Bu kanalizasiyanı təzə çəkdilər. Ancaq birləşdirmədilər bura. Yarımçıq şirkət təhvil verdi, çıxdı getdi. Məsələ ilə bağlı Gəncə Su Kanal İdarəsindən bildirildi ki, problemin həlli istiqamətində tədbirlər görüləcək. Hazırda yeni xəttlərə mərhələli şəkildə qoşulma prosesi aparılır. İlham Məmmədov, Fidan Səfərspayiz, Xəbər, Gəncə.